Salam dəyərli izləyicilər, bu gün sizinlə maraqlı bir test tapşırığına baxırıq. Qeyd edir ki, ölkənin illik dəmir hasilatı 600 milyon tondur. Polad istehsalı isə 480 milyon tondur. İstehsal olunan poladın 30% metal tullantılarından əldə edilir. Filizin tərkibində 40% metal olduğunu nəzərə alaraq bu ölkənin illik nə qədər dəmir filizi idxal etdiyini milyon tonla hesablayın. Deməli, baxaq buradan. Deməli, dəmir hasilatı nə qədərdir? 600 milyon tondur. Eləmi? Və deyir ki, filizin tərkibində 40% metal var. Filizin tərkibində 40% metal var. Yəni mənim çıxardığım filiz nə qədərdir? 600 milyon tondur. Yəni ölkənin dəmir hasilatı 600 milyon tondur və bu filizin tərkibində cəmi 40%, yəni filizin tərkibində cəmi 40%-i metaldır. İndi mən baxmalıyam ki, ölkənin dəmir hasilatı 600 milyon tondur. Bunun 40% nə qədər? Yəni bu 600 milyon ton dəmir hasilatı mənə nə qədər polad istehsalı üçün imkan verəcək? Buradan 40%-ni tapıram. Demək ki, 600 milyon ton dəmir hasilatından 240 milyon polad istehsalı həyata keçirilir. Və deyir ki, polad istehsalının 30%-i də metal tullantılarından əldə olunub. Yəni düşünün ki, bir ölkədir, dəmir hasilatından istifadə edibdir və 240 milyon polad istehsal edibdir. Və həmçinin o bilirsiniz ki, metal zavodlarında metal tullantıları olur. Həmin tullantılardan da istifadə olunur. Tullantısız texnologiyaya keçmək həm ekoloji cəhətdən təmizdir, həm də ki, bütün faydalı qazıntıdan tam şəkildə istifadə olunur. İqtisadiyyata müsbət təsir göstərir. İndi deyir ki, polad istehsalının 30% metal tullantılarından hazırlanıb. 480 30% nə qədər idi? 144 milyonu. İndi mən deyirəm ki, ölkə öz imkanları sayəsində dəmir hasilatından 240 milyon və metal tullantılarından isə 144 milyon polad istehsalı həyata keçirdi. Deməli, ümumi öz əlində olan faydalı qazıntıları, o əlində olan məhsullarla ümumi 384 milyon ton polad istehsalını həyata keçirdi. Amma burada nə qədər imiş? Polad istehsalı 480. 480-də 384 milyonu çıxıram, geridə qalır 96 milyon. Və deyilir ki, bu 96 milyon ton polad istehsalını həyata keçirmək üçün bu ölkə xaricdən dəmir filizi idxal edibdir. İndi idxal edilən xamalı X kimi düşünsəm, həmin idxal olunan dəmir hasilatının, yəni dəmir filizinin cəmi içərisində 40% metal olacaq. Yəni mən nə qədər dəmir filizi idxal edə bilirəm ki, onun içərisində 40% metal mənə 96 milyon polad istehsalı üçün imkan versin. Və burada da X-i 240 milyon ton dəmir filizi kimi əldə edirəm. Demək ki, ölkə 240 milyon ton dəmir filizi idxal edir.